Herkese salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün sizə Temodan 3-cü planşeti necə əldə etdiyimi yolunu göstərəcəm. Videonun sonuna kimi izləyin ki, tam şəkildə öyrənə biləsiniz. İndi isə keçək oyunun qaydasına. Kalendar oyununa daxil olursunuz və 5 hədiyyə seçimini edirsiniz. Bu oyunda 4 hədiyyə daha ucuz qiymətə olur. 1 hədiyyə isə onlara nisbətən daha yüksək qiymətdə olur. Qarşınıza çıxan məhsullar isə sizin əvvəlcədən baxdığınız məhsullar olur. 4 hədiyyəni seçdikdən sonra sonda isə 5-ci hədiyyəni seçirsiniz, yəni yüksək məbləğdə göstərilən hədiyyəni. Siz 5 hədiyyəni əldə etmək üçün 2 məhsul sifariş verməlisiniz. Seçdiyiniz 2 məhsul istənilən qiyməti ola bilər. Yəni minimum qiymətdə 2 məhsul seçə bilərsiniz. Gördüyünüz kimi mən seçdiyim məhsulun qiyməti 8 manat 9 qəpik oldu. Oyunu aktiv etmək üçün bu 2 məhsulu almalıyıq. Temu kredit balansımda pul olduğu üçün kredit balansından istifadə edərək məhsulları sifarişini verdim. Artıq oyun aktivləşdi. Oyun 21 gün ərzində oynanılır. Hər gün bir qutu açılır. Hal-hazırda gördüyünüz kimi bir hədiyyəni əldə etməyim üçün orada verilən qaydaları yerinə yetirməliyəm. Birinci olaraq verilən sualı cavablayıram. Və beləliklə sizə 10 coin verilir. İkincidə isə çarxı çevirirsiniz və burada da coin qazanırsınız. Verilən qaydada 170 coini tamamladığımıza görə bir hədiyyəni qazanmış olduq. Sıfır manat ödəməklə bu hədiyyəni də qazanmış olduq. Temu sifarişlər bölməsinə daxil oluruq və hədiyyələrimiz sifarişlər bölməsində artıq görünür. Daha sonraki günlərdə də qutuları açırıq. Açdığımız qutuların içərisində hər hansı bir hədiyyə olarsa, coinləri tamamlayaraq hədiyyəni əldə edə bilərik. Sonraki günlərdə hədiyyələri əldə etmək üçün minimum 20 manat ödəməklə hər hansı bir məhsul almalıyıq ki, yanında da seçdiyimiz hədiyyəni göndərsinlər. Bundan sonraki hər hansı bir qutunun içərisində hədiyyə çıxarsa, o hədiyyələri əldə etmək üçün minimum 20 manatlıq sifariş verməliyik. Əgər siz o hədiyyəni almaq istəmirsinizsə, ödəmə etmirsiniz və həmən günün hədiyyəsi ləğv olunur. Burada narahat olmayın ki, oyun ləğv olunar. Xeyr, elə deyil. Sadəcə olaraq həmən günün hədiyyəsi ləğv olunacaq. Mən bundan əvvəlki oyunlarımda da bir hədiyyəni 20 manat verərək əldə etmişdim. Ən sonunda isə planşet verilmişdi. O planşeti də əldə etmək üçün minimum 20 manatlıq dəyərində məhsul sifariş verərək yanında da planşeti göndərdilər. Siz 20 manat dəyərində başqa bir məhsul sifariş verərək yanında da planşeti əldə etmiş olursunuz. Burada isə 3-cü günün qutusunda heç bir hədiyyə çıxmır. Hər bir qutunun içərisində endirim kuponları vardır. Hər gün qutunu açdıqda bizə endirim kuponları verir. Aşağıda göstərdiyim kuponlardan da yararlana bilərsiniz. Yüksək məbləğdə seçdiyiniz məhsulu istəsəniz təkrardan dəyişib başqa bir məhsulla da əvəz edə bilərsiniz. Onu da qeyd edim ki, bu oyun müəyyən günlərdə aktiv olur. Əgər sizdə bu oyun aktiv deyilsə, narahat olmayın.
bir neçə gündən sonra aktiv ola bilər. Şərhlərdə qeyd edəcəyim kodu Temu axtarış yerinə qeyd edərək oyun aktivdirsə aktivləşdirib və oyunu oynaya bilərsiniz. Sonda sizdən bir xahişim var. Kanalıma dəstək üçün abunə olsanız və fikrinizi mənimlə şərhlərdə bölüşsəniz çox sevinərəm.